izahatlar təqdim olunacaq. Deməli, əvəzlik mövzusunu bilmək üçün birinci növbədə əvəzlikdə müəyyən əzbərçilik deyilən bir şeylər var. Məsələn, mütləq mən şəxs əvəzliyin əzbər bilməliyəm ki, onu görəndə tanıya bilim. Yəni, şəxs əvəzliyi deyəndə söhbətin nədən getdiyini bilim. Yəni, biz birinci növbədə işarə əvəzliklərinin nə olduğunu əzbər bilməliyik ki, yəni, onu görəndə tanıya bilim. Şəxs əvəzliyi, işarə əvəzlikləri, təyin əvəzlikləri, sonra sual əvəzliklərini, qeyri-müəyyən şəxs əvəzliklərini əzbər bilməsək, söhbətin nədən getdiyini bilmərik dəqiq. Ona görə mütləq əvəzliyin mənaca növlərini əzbərləməliyik. Birinci işimiz bu olmalıdır. Bəs əvəzlik nədir? Əvvəlcə dərsin adına fikir verək. Dərsin adı nədir? Əvəzlik. Yaxşı, dərsin adı bizə nə edir? Deyir ki, əvəzlikdə yəqin ki, nə isə əvəz etmə olacaq. Bəli, əvəzlikdə biz əvəz edirik. Nəyə əvəz edirik? Bütün əsas nitq hissələrini. Yəni, əvəzlikdə ismə əvəz edirik, sifətə əvəz edirik, sayı əvəz edirik, əvəzliyin özünü əvəz edirik, zərfə əvəz edirik və fiili əvəz edirik. Yəni, biz əvəzlikdə bütün əsas nitq hissələrini əvəz edirik əvəzlikdə. Elə ona görə bütün əsas nitq hissələrini əvəz etdiyinə görə yəni bu mövzuya əvəzlik adı veriblər. Bəs yaxşı, əsas nitq hissələrini dedik əvəz edən sözlərə nə deyirik? Əvəzlik deyirik. Əvəzlik əvəz etdiyi nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, əgər əvəzlik ismi əvəz etsə, isim kimi ismin sualına cavab verəcək. Yəni, ismin kim, nə sualına cavab verəcək. Yəni, ismin xüsusiyyətləri var, baxın, onları daşıyacaq. Sonra, isim kimi cəmlənəcək, hallanacaq, şəxs şəkilçi qəbul edəcək. Yəni, ismin bu xüsusiyyətini daşıyacaq. Eyni zamanda isim kimi cümlədə mübtəda olacaq, tamamlıq olacaq və şəxs şəkilçi qəbul edəndə də xəbər olacaq. Yəni, əvəzlik hansı nitq hissəsini əvəz edirsə, onun xüsusiyyətlərini daşıyır. Onun bütün xüsusiyyətlərini daşıyır. Təbii ki, bütün xüsusiyyətlərini daşımır. Məsələn, əvəzlik ismi əvəz etsə, ismin kimlə sualına cavab verə bilər. İsim kimi cəmlənə bilər, hallana bilər, şəxsə görə dəyişə bilər, cümlədə mübtəda tamamlıq xəbər ola bilər. Amma isim kimi mənsubə şəkilçi qəbul edə bilmir. İsim kimi konkret, mücərrəd ola bilmir. İsim kimi ümumi, xüsusi ola bilmir. Yəni, əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıyır desə, əvəzlik əvəz etdiyi nitq hissələrin bütün xüsusiyyətlərini daşıyır desə, yanlış deyir. Çünki əvəz etdiyi nitq hissələrin bütün xüsusiyyətlərini daşımır. Müəyyən xüsusiyyətlərini daşıyır, müəyyənlərini daşımır. Üçüncü, sualına cavab verən nitq hissəsini əvəz edir. Yəni, biz, məsələn, deyərsiniz, ay müəllim, hardan bilək biz əvəzlik ismi əvəz edib? Hardan bilək əvəzlik sifəti əvəz edib? Hardan bilək? Əgər əvəzlik ismin sualına cavab versə, deyəcək ki, əvəzlik ismi əvəz edib. Məsələn, mən şəxs əvəzlikdə düzdür. Baxıram görəm, məndən kimdən sualına cavab verdi. Yəni, ismin sualına cavab verib, ismin çıxışı qalmış sualına. Deməli, ismin sualına cavab versə, avtomatik bilirəm ki, mən əvəzliyi ismi əvəz edib. Əgər əvəzlik, məsələn, deyirəm ki, bu adam, burada əvəzliyimiz hansıdır? Bu. Bu adam hansı adam? Burada əvəzliyimiz hansı sualına cavab verib? Yəni, əvəzlik burada hansı sualına cavab veribsə, hansı sual daxil nitq hissəsi kimi sifətin sualdır. Deməli, burada əvəzliyimiz sifəti əvəz edib. Yaxud da neçə kitab? Burada neçə sual əvəzliyidir, düzdür? Bu sual əvəzliyimiz hansı nitq hissəsinin sualdır? Təbii ki, sayın sualdır. Deməli, burada onda sual əvəzliyimiz sayı əvəz edib nitq hissəsi kimi. Yaxud da deyirəm, haraya getdi?
Burada əvəzliyimiz sual əvəzliyidir. Haraya sual əvəzliyidir. Və haraya nitq hissəsi nəyə sualdır? Zərfin sualdır. Yəni burada əvəzliyimiz zərfə əvəzliyi. Sonra Azər nə etdi? Burada isə əvəzliyimiz, bax nə etdi? Feilin sualdır axı. Yəni sual əvəzliyimiz burada artıq feil əvəzliyi. Qısa konkret. Əvəzlik hansı nitq hissəsini əvəz edirsə, ya həmin nitq hissəsinin sualına cavab verir, ya da ki, həmin nitq hissəsinin sualının özü işlənir. Baxın, burada bu əvəzliyimiz deməli, sifəti əvəz etdiyinə görə sifətin hansı sualına cavab verir? Sifəti əvəz etdiyinə görə sifətin hansı sualına cavab verir? Burada isə neçə əvəzliyimiz, neçə əvəzliyimiz. Sayı əvəz etdiyinə görə artıq sayın sualı işlənib burada. Yəni, əvəzlik hansı nitq hissəsini əvəz eləyəcəksə, ya həmin nitq hissəsinin sualına cavab verəcək, ya da həmin, belə deyim, nitq hissəsinin sualının özü işlənəcək. Əvəzliklərin özünə məxsus qrammatik şəkilçisi yoxdur. Baxın, əvəzliyin ehtimal olunur ki, özünə məxsus leksik şəkilçisi var. Təbii ki, əvəzliyin özünə məxsus leksik şəkilçisi olmasa, düzəltmə əvəzlik olmaz. Əgər bizim əvəzliyin quruluşca növlərində düzəltmə əvəzliyimiz anlayışı varsa, deməli, əvəzliyin özünə məxsus leksik şəkilçisi var. Amma əvəzliyin özünə məxsus qrammatiki yoxdur. Məsələn, ismin özünə məxsus olan qrammatik şəkilçiləri, ismin, təbii ki, cəmdir, mənsubiyyətdir, haldır, bir də şəxs şəkilçilərdir. Bu, ismin özünə məxsus olan qrammatik şəkilçilərdir. İsmin özünə məxsus olan qrammatik şəkilçilərdir. Müəllimlər, deməli, əvəzliyin özünə məxsus dedik qrammatik şəkilçisi yoxdur. Məsələn, ismin özünə məxsus qrammatik şəkilçisi var. Cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, hal şəkilçisi, şəxs şəkilçisi. Sifətin də özünə məxsus olan qrammatik şəkilçisi var. Sifətin. Sifətin özünə məxsus qrammatik şəkilçisi sifətin dərəcə şəkilçiləridir. Dərəcə. Məsələn, sayın özünə məxsus olan qrammatik şəkilçisi yoxdur. Əvəzliyin də özünə məxsus olan qrammatik şəkilçisi yoxdur. Zərfin də özünə məxsus olan qrammatik şəkilçisi yoxdur. Amma feilin özünə məxsus qrammatik şəkilçisi var. Nədir onlar? Belə deyim, feilin zaman şəkilçiləri, sonra feilin şəkillərinin şəkilçisi, sonra idi, imişin şəkilçiləşmiş forması, idi, imiş, isənin şəkilçiləşmiş forması, sonra feilin təsriflənməyən formalarının şəkilçiləri hamısı qrammatikdir. Deməli, 3 dənə nitq hissəmizin, sayın, yəni 3 dənə əsas nitq hissəmizin, sayın, əvəzliyin, zərfin özünə məxsus olan qrammatik şəkilçiləri yoxdur. Daha sonra əvəzliyin əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətini daşıya bilmir. Bayaqları dedim. Məsələn, əvəzlik əgər ismi əvəz edirsə, o demək deyil ki, ismin bütün xüsusiyyətlərini daşıyacaq. İsmin müəyyən xüsusiyyətlərini daşıyar, müəyyən xüsusiyyətlərini daşımaz. Məsələn, ismin əvəzlik əgər ismi əvəz etsə, isim kimi, ismin kim, nə sualına cavab verəcək. Eyni zamanda isim kimi hallanacaq, isim kimi mənsubət, isim kimi cəmlənəcək söhbəti, məsələn, şəxs əvəzliyi deyirəm. Şəxs əvəzliyi ismin xüsusiyyətini daşıyanda, ismin bütün xüsusiyyətlərini daşımırsa, ismin suallarına cavab verəcək, hallanacaq, cəmlənəcək, sonra cümlədə mübtada tamamlıq olacaq, xəbər olacaq. Yəni, amma bəs ismin hansı xüsusiyyətini daşımayacaq? Məsələn, konkret mücərrəd ola bilməyəcək, ümumi xüsusi ola bilmir. Sonra isim kimi mənsubə şəkilçi qəbul edib dəyişə bilmir şəxs əvəzliyi. Deməli, onda belə çıxır ki, əvəzlik hansı nitq hissəsini əvəz edirsə, o demək deyil ki, onun bütün xüsusiyyətlərini daşımalıdır. Elə bir anlayış yoxdur. Bütün xüsusiyyətlərini daşımır. Bəzi xüsusiyyətlərini daşıyır, bəzilərini isə daşımır. Sonra, əvəzlik bütün cümlə üzvləri vəzifəsinə çıxış edə bilər. Bəli, bütün cümlə üzvləri vəzifəsinə çıxış edə bilər. Burada ümumi əvəzlikdən gedir. Məsələn, əvəzlik mübtada vəzifəsinə çıxış edə bilər, xəbər vəzifəsinə çıxış edə bilər, tamamlıq vəzifəsinə çıxış edə bilər, təyin vəzifəsinə çıxış edə bilər, sonra zərflik vəzifəsinə çıxış edə bilər.
Yəni, əvəzlik kimdən sualına cavab verəndə təbii ki, mübtəda vəzifəsinə çıxış eləyəcək. Əvəzlik, məsələn, kimdir, nə bilim, nədir və s. Bu tipli suallara cavab verəndə xəbər vəzifəsinə çıxış eləyəcək. Əvəzlik kimə, nəyə, kimi, nəyi, kimdə, nədə, kimdən, nədən bu suallara cavab verəndə tamamlıq vəzifəsinə çıxış eləyəcək. Əvəzlik necə, nə cür sualına cavab verəndə, necə, nə cür, eyni zamanda hansı sualına cavab verəndə təyin vəzifəsinə çıxış eləyəcək. Əvəzlik, məsələn, necə, nə cür sualına cavab verib, nə cür sualına cavab verib, hərəkəti izah eləyəndə zərflik vəzifəsinə çıxış eləyəcək. Yaxud da haraya sualına cavab verəndə zərflik vəzifəsinə çıxış eləyəcək. Məsələn, deyirəm ki, mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Burada mən şəxs əvəzliyi kim sualına cavab verib, düzdür? Ona görə burada mən şəxs əvəzliyi kim sualına cavab verdiyinə görə mən şəxs əvəzliyi kim sualına cavab verib, kim sualda cümlədə mübtədanın sualdır. Deməli, belə çıxır. Əvəzlik cümlədə mübtəda olub. Sonra gələn odur. Kimdir? Odur. Burada isə o şəxs əvəzliyi, bax, kimdir sualına cavab verdi. Kimdir sualda xəbərin sualdır. Deməli, burada əvəzliyimiz, o əvəzliyimiz xəbər vəzifəsinə çıxış etdi. Sonra mənədir. Məsələn, mənədir. Kimə? Mənə. Burada əvəzliyimiz kimə sualına cavab verdi, ona görə tamamlıq vəzifəsinə çıxış etdi. Yaxud da bu adam. Hansı adam? Bu adam. Əvəzliyimiz hansı sualına cavab verdi? İsmi izah etdi. Adam ismi izah etdi. Ona görə bu əvəzliyimiz cümlədə təyin vəzifəsinə çıxış etdi. Məsələn, elədir. Necədir? Elə. Burada isə əvəzliyimiz necə sualına cavab verib hərəkəti izah etdi. Ona görə əvəzliyimiz zərflik vəzifəsinə çıxış etdi. Yəni, əvəzliyimiz bütün cümlə üzvləri vəzifəsinə çıxış eləyə bilir. Sonra əvəzliyin qurulucusa növləri. Əvəzliyin qurulucu 3 növ var. Sadə əvəzliklər, düzəltmə əvəzliklər və mürəkkəb əvəzliklər. Sadə əvəzliklərimiz mən, bir kökdən ibarət olur sadə əvəzliyimiz. Məsələn, mən bir kökdən ibarətdir, sən, bir kökdən ibarətdir, o, bir kökdən ibarətdir, bu, elə, belə, nə, necə. Sadə əvəzliklərimiz bir kökdən ibarət olur. Düzəltmə əvəzliklərimiz isə kök və leksik şəkilçidən ibarət olur. Məsələn, biri, birdən biri yarandı. Kimdən kimsə yarandı. Nədən nəsə yarandı. Hərdən hərə yarandı. Neçədən neçənci yarandı. Haradan da haralı yarandı. Deməli, düzəltmə əvəzliyimiz kök və leksik şəkilçidən ibarət olur. Mürəkkəb əvəzliyimiz isə iki sözün birləşməyindən yaranır. Filan kəs, bax, iki sözün birləşməyindən yaranır. Hər kəs, heç kim, kim isə heç nə. Bunlar da mürəkkəb əvəzliyimizdir. Sadə əvəzliklərimiz dedik ki, bir kökdən ibarət olur. Düzdür? Eyni zamanda, məsələn, kökdən ibarət olanlar rahat tapmaq olur da, mən bir kökdən ibarətdir, sən bir kökdən ibarətdir, bu bir kökdən ibarətdir, demə sadədir. Eyni zamanda sadə əvəzliyimiz kök və qrammatik şəkilçilərdən ibarət olur. Deyər, Sahib müəllim, indi bir dəqiqə dediniz ki, əvəzliyin özünə məxsus qrammatiyi yoxdur. Bəs o hansı qrammatikləri qəbul edəcək? Uşaqlar, üzr istəyirəm, müəllimlər, deməli, sadə əvəzliyimiz köklə yanaşı, kök və qrammatikdən də ibarət olur. Həmin qrammatiklər ismə məxsus olan cəm, mənsubiyyət, hal və şəxs şəkilçilərdir. Məsələn, mənə deyirik, düzdür? Sözün kökü mən, ədə qrammatik, yönlü qanun şəkilçisi. Deməli, bu da sadə əvəzlikdir. Yaxud da, bizlər deyirik. Sözün kökü bizlər də qrammatik. Yaxud da, biz deyirik ki, eləsi. Elə sözün kökü sidə mənsubiyyət, qrammatik yəni. Bu da sadədir. Yaxud da, elədir. Elə sözün kökü dirdə şəxs şəkilçisi. Yəni, sadə əvəzliklərimiz kök və qrammatikdən ibarət olur. Qrammatik şəkilçisi də deyəndə, yəni əvəzlik ismə məxsus olan cəm, mənsubiyyət, hal, şəxs, qrammatik şəkilçilərin qəbul eləyə bilir.
Düzəltmə əvəzliyimiz kök və leksdən ibarət olur. Mürəkkəb əvəzliklərimizdən bağlı belə bir şey deyim ki, müəllimlər. Mürəkkəb əvəzliklərimizdə bitişik yazılan mürəkkəb əvəzliyimiz cəmi bir dənədir. O da filankəs əvəzliyidir. Bu filankəs əvəzliyi bir dənə bitişik yazılan mürəkkəb əvəzliyimizdir. Yerdə qalan bitişik yazılan mürəkkəb əvəzliyimiz yoxdur. Mürəkkəb əvəzliyimiz bir də ayrı yazılır. Heç kim. Məsələn, ayrı yazılır. Kim isə, heç nə. Dilimizdə defis ilə yazılan mürəkkəb əvəzlik də yoxdur. Deməli, mürəkkəb əvəzliklərimizdən biri yalnız bitişik yazılır, filankəs. Defis ilə yazılan ümumiyyətlə mürəkkəb əvəzliyimiz yoxdur. Çoxsu isə necə yazılır? Ayrı yazılır. Əvəzliyin mənaca növləri, şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-məna əvəzliklər, təyin əvəzliklər, sual əvəzlikləri. Şəxs əvəzlikləri ismin yerində işlənən. Deməli, bu ismin yerində işlənirsə, ismin sualına cavab verir. Kimlə sualına cavab verir? Şəxs anlayışı bildirir. Məsələn, şəxs əvəzlikləri qurulursa yalnız sadə olur. Bunu yadda saxlayaq. Mən, sən, o, biz, siz, onlar. Bunlar şəxs əvəzlikləridir. Fikir verirsinizsə, yalnız bir kökdən, məsələn, mən, sən, o, biz, siz, bunlar yalnız bir kökdən ibarət olan şəxs əvəzliklərdir. Onlar isə kök və qrammatikdən ibarət olan şəxs əvəzliyidir. Yəni, ona görə bu şəxs əvəzliklərimizin hamısı qurulursa sadədir. Kəmətcə tək və cəm olur şəxs əvəzliyi. Mən, sən, o təkdə olan şəxs əvəzliyidir. Biz, siz, onlar isə cəmdə olan şəxs əvəzliyidir. Birinci və ikinci şəxsi bildirən əvəzliklər yalnız insana aid olur. Ona görə də kim sualına cavab verir. Birinci və ikinci şəxsi bildirən şəxs əvəzliklərimiz hansılardır? Mən, sən, biz, siz. Deməli, mən, biz birinci şəxsə aid olan şəxs əvəzliklərdir. Sən, siz isə ikinci şəxsə aid olan şəxs əvəzliklərdir. Mən, biz, sən, siz deyəndə insan nəzərdə tutulduğuna görə mən, sən, biz, siz şəxs əvəzlikləri, yəni birinci, ikinci şəxsə məxsus olan şəxs əvəzlikləri yalnız ismin kim sualına cavab verəcək. Məsələn, deyirəm, mən gəldim, kim? Sən getdin, kim? Biz danışdıq, kim? Siz güldünüz, kim? Deməli, insanla bağlı oldursa, deməli, o kim sualına cavab verəcək. Üçüncü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də digər canlı cansılara aiddir. Məsələn, kim nə sualına cavab verir. Əgər insana məxsus olsa üçüncü şəxs, o kim sualına cavab verəcək. Amma canlı, yəni heyvanlara və cansızlara aid olsa, o nə sualına cavab verəcək. Məsələn, deyir, o həyətdəki ağacın altında dayanmışdı. Əgər burada onu deyəndə mən insan nəzərdə tuturamsa, onda o kim sualına cavab verəcək. Kim həyətdəki ağacın altında dayanmışdı? O. Amma onu deyəndə mən əgər heyvan yaxud da cansız nəzərdə tuturamsa, orada artıq o nə sualına cavab verəcək. O nə o? Yəni, hər şey oradakı əvəzliyin deyən insan nəzərdə tutulur, yoxsa heyvan nəzərdə tutulur, cansız nəzərdə tutulur, ona fikir vermək lazımdır. İnsan nəzərdə tutulsa kim, heyvan cansız nəzərdə tutulsa nə sualına cavab verəcək. İsim kimi hallanır. Mən adlı hal, mənim yəlik hal, mənə yönlük hal, məni təsirli hal, məndə yerlik hal, məndən çıxışlı hal. Deməli, əvəzlik isim kimi də hallana bilir. Mən, biz əvəzlikləri bildiyimiz kimi yəlik halın şəkilçisi in şəkilçisidir. Düzdür? Mən, biz əvəzlikləri yəlik halın in şəkilçisini im formasında qəbul edir. Mənim, bizim. Sonra, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir, ad bildirmir. Yəni, heç bir şəxs əvəzliyinin üzərində mən, sən, o, biz, siz, onlar. Bu 6 dənə də şəxs əvəzliyi. Bunların heç birisi mənsubiyyət şəkilçisini qəbul edə bilməz. Yəni, ona görə də heç vaxt mənsubiyyətə görə dəyişmir şəxs əvəzliyi. Və ad bildirmir. Hə, deyərsə, mənim, axı ismi əvəz edir, isimdə əşyanın adını bildirir. Bəli, əşyanın adını bildirən isimdir. Amma şəxs əvəzliyi əşyanın adını bildirmir ki, əşyanın adını əvəz edir. Məsələn, deyirəm ki, Əli dərsini oxuyur. Qrammatikada insan da əşyanı nəzərdə tutulur. Kim dərsini oxuyur? Əli. Burada əşyanın adı nədir? Əli. Yəni, burada Əli ona görə əşyanın adını bildirir isimdir. O, ağıllı uşaqdır. Ağıllı uşaqdır.
Kim o? Burada isə o kim sualına cavab verir. Deyir, Əli dərsini oxuyur, o ağıllı uşaqdır. Deməli, o deyəndə kimi nəzərdə tutub? Əlini. Bax, burada əşyanın adı Əlidir, amma Əli əşyasını əvəz eləyən isə o şəxs əvəzliyidir. Deməli, belə çıxır ki, əvəzlik əşyanın adını əvəz elədi. Da əşyanın adını bildirmir. Sonra mən, sən və o şəxs əvəzlikləri çıxışıq hal şəkildə qəbul etdikdə yazışı və deyilişi fərqlənir. Bəli, məsələn, mən, məndən, dandan çıxışıq hal şəkildə qəbul etdi. Tələfsi belə olacaq. Məndən, səndən, səndən, ondan, ondan. Mən və sən əvəzlərindən başqa digər şəxs əvəzlikləri cəmlənə bilər. Məsələn, biz, bizlər, sizlər, onlar. Mən və sən şəxs əvəzlikləri cəm şəkildə qəbul edə bilmir. Yəni, mənlər, sənlər deyənmərəm ki. Sonra şəxs əvəzlikləri cümlədə mübtada olur. Nə vaxt mübtada olacaq? Təbii ki, mübtadanın sualına cavab verəndə. Mübtadanın sualı nədir? Mübtadanın sualı kim və nə sualıdır? O yaxşı oxuyur. Kim o? O kim sualına cavab verir? Deməli, burada şəxs əvəzliyimiz kim sualına cavab verdi? Və burada mübtadanın sualı kim sualı olduğunu, o da kim sualına cavab verdiyini görə mübtadadır. Şəxs əvəzlikləri deməli mübtada ola bilir. Nə zaman? Kim, nə sualına cavab verəndə. Şəxs əvəzlikləri tamamlıq da olur. Nə zaman bəs? Şəxs əvəzlikləri o zaman tamamlıq olar ki, şəxs əvəzliyi kimə, nəyə, kimi, nəyi, kimdə, nədə, kimdən, nədən. Bu suallardan hər hansı birinə cavab versin. Onda tamamlıq olar. Məsələn, deyir, sizə demişdim. Kimə, sizə. Burada sizə şəxs əvəzliyi kimə sualına cavab verib, ona görə tamamlıq olur. Şəxs əvəzliyi xəbər də ola bilər. Nə zaman? Dırdır şəkilsi qəbul eləyəndə. Yəni, mən, sən, o, biz, siz. Hə, burada biz fərqlilik var. O fərqlilik deyil mütləq. Deməli, mən şəxs əvəzliyi am-əm şəkilsi qəbul eləyəndə, hətta biraz da dəqiqləşdirim, mən şəxs əvəzliyi əm şəxs şəkilsi qəbul eləyəndə, sən şəxs əvəzliyi sən şəxs şəkilsi qəbul eləyəndə, o şəxs əvəzliyi dur şəxs şəkilsi qəbul eləyəndə, sonra biz şəxs əvəzliyi ilk şəxs şəkilsi qəbul eləyəndə, siz şəxs əvəzliyi siniz şəxs şəkilsi qəbul eləyəndə, onlar şəxs əvəzliyi lar şəxs şəkilsi qəbul eləyəndə artıq cümlədə xəbər olur. Məsələn, o, deməli, bu ilin qalibi odur. Fikir verin, o şəxs əvəzliyi dırdır qəbul etdi. Deməli, burada artıq şəxs əvəzliyi xəbərlik vəzifəsindən çıxış etdi. Şəxs əvəzlikləri, müəllimlər, xüsusilə hansı şəxs əvəzlikləri? Biz, siz və onlar şəxs əvəzlikləri yönlük, yerlik və çıxışlı qarşıgəlçi qəbul etdikdə, yönlük, yerlik və çıxışlı qarşıgəlçi qəbul etdikdə məkan bildirsələr, məkan bildirdikdə, o zaman cümlədə zərflik olacaqlar. Məsələn, biz sözünə ənan, bizə gəl. Baxın, yönlü qarşıgəlçi qəbul etdim, bizə. Artıq burada məkan bildirdi. Haraya? Ona görə burada nə oldu? Zərflik. Sizdən gəlir. Haradan? Haradan sualına cavab verir. Artıq məkanın bildirir də, deməli, bunda artıq zərflik oldu. Yəni, biz, siz, onlar şəxs əvəzlikləri məkan bildirdikdə, yönlük eləyik və çıxış qarşıgəlçisi qəbul edib məkan bildirəndə nə olur? Zərflik olur. Belə. Sonra, əgər, müəllimlər, şəxs əvəzlikləri bəs nə zaman təyin olur? Deməli, nə zaman təyin olur? Biz və siz şəxs əvəzlikləri yəli qarşıgəlçisi qəbul edib bizim, sizin.
Digər sözü izah etdikdə, məsələn, bizim sinif, sizin sinif. Artıq burada sinif nə sinif? Hansı sinif bizim? Bu zaman hansı sualına cavab verəcəklər və cümlədə təyin olacaq. Sonra bəzən hörmət və rəsmiyyət mənasında siz əvəzli böyük hərflə yazılır. Ümumiyyətlə, biz, yadda saxlamaq lazımdır ki, biz və siz əvəzliklərinin hər ikisi hörmət, rəsmiyyət mənasında olduqda, təvazökarlıq mənasında olduqda, cümlənin hansı yerində gəlməyindən asılı olmayaraq hər zaman böyükdən yazılacaq. Mən sizi bu xidmətə görə alqışlayıram. Baxın, deyərsən, müəllim, biz hardan bilək? Burada sizi deyəndə hörmət mənasında dedi. Əgər bir nəfərə siz deyə müraciət edirəmsə, artıq orada hörmət mənasında, rəsmiyyət mənasında müraciət etmiş oluram və bu zamanda siz böyüklə yazılacaq. Cümlənin hansı yerində gəlməyindən asılı olmayaraq. Məsələn, mən sizi bu xidmətlərinizə görə alqışlayıram. Burada əgər desəydi ki, mən sizi, yəni mən siz deyəndə burada belə deyim, 3-4 nəfəri nəzərdə tutursa, onda orada hörmət mənasında deyil. Onda siz kiçikdən yazılacaq. Amma siz deyəndə bir nəfər nəzərdə tutursa, artıq orada siz hörmət mənasına işlənib, rəsmiyyət mənasına işlənib, onda böyük hərfdən yazılacaq. Cümlənin gəldiyi yerdə asılı olmayacaq. Biz sözün deyəndə, əgər 3-4 nəfər adam nəzərdə tutulursa, o artıq hörmət mənasında deyil. Amma biz deyəndə yalnız bir nəfər özünü nəzərdə tutursa, artıq biz sözü cümlənin hansı yerində gəlməyindən asılı olmayaraq hər zaman böyükdən yazılacaq. Sonra şəxs əvəzlikləri deyir, əvəzlikləri müstəqil işləndikdə yalnız ismə əvəz edir. Müstəqil işlənəndə yalnız ismə əvəz edir. Lakin mətn daxilində işləndikdə sifəti, sayı, feili sifəti və s. nitq hissələrini əvəz edir. Məsələn, 5-cilər qalib gəldi. Burada deməli, direktor onları təbrik etdi. Deyir, 5-cilər qalib gəldi. Direktor onları təbrik etdi. Onları deyəndə kimi nəzərdə tutur? Təbii ki, 5-ciləri. Onda belə çıxır ki, onları şəxs əvəzliyi, 5-ciləri əvəz eləyib də. Çünki 5-cilər qalib gəldi, direktor onları təbrik etdi. Yəni, onları deyəndə kimi nəzərdə tutur? 5-ciləri. Ona görə burada onları şəxs əvəzləyib 5-cilər sayını əvəz etdi. Sonra həyətdəki burada yaşayır. Onu tanıyıram. Baxın, burada onu deyəndə kimi nəzərdə tutur? Həyətdəkini. Deməli, onu şəxs əvəzləyib həyətdəki sifətini əvəz etdi. Həyətdəki hansı sifətdir? Sonra yarışanlar tez gəlmişdi, onlar həyəcanlı idilər. Onlar deyəndə kimi nəzərdə tutur? Yarışanları, deməli, burada da əvəzlik, feili sifəti, yarışan feili sifət daxil, feili sifət əvəz etdi. İkinci, gəldik işarə əvəzlikləri. İşarə əvəzliklərimiz görək. Hansılardır? İşarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzliklər deyilir. Hansılardır? O, bu, elə, belə, həmin. İşarə əvəzliklərimiz, baxın, bunlardır. Bunları da əzbər bilmək lazımdır. İşarə əvəzliklərdə necə, nəcür, hansı sualına cavab verir. Və quruluşca da deyir, yalnız sadədir. Həqiqətən fikir verin, o bir kökdən ibarətdir hamısı, deməli, hamısı quruluşca sadədir. Sonra, adətən sifəti əvəz edir. Təbii ki, nəzər alaq ki, işarə əvəzliyi necə, nə cür və hansı sualına cavab verir. Hansı sualına cavab verir. Necə, nə cür, hansı sualda nitq hissəsi kimi sifətin sualı olduğuna görə işarə əvəzliklərdə daha çox sifəti əvəz edir. Məsələn, amma işarə əvəzliyi nə zaman sifəti əvəz eləyər? Daha dəqiq deyək də. Necə, nə cür, hansı sualına cavab verən işarə əvəzlikləri var, o, bu, elə, belə, həmin. Necə, nə cür, hansı sualına cavab verən işarə əvəzlikləri ismi izah etdikdə, necə, nə cür, hansı sualına cavab verən işarə əvəzliyi sifət əvəz eləyəcək. Məsələn, o hadisə, baxın, o hadisə, hadisə isimdir. Hansı hadisə o? Deməli, hansı sualına cavab verən işarə əvəzliyi hadisə ismini izah edib də.
Ona görə hansı sualına cavab verən işarə əvəzliyi sifəti əvəz eləyəcək. Bu hadisə, hansı hadisə? Hansı sualına cavab verən bu işarə əvəzliyi hadisə ismini izah etdiyinə görə hansı sualına cavab verən bu işarə əvəzliyi sifəti yenə əvəz eləyəcək. Həmin hadisə hansı hadisə? Həmin hadisə hansı sualına cavab verən həmin işarə əvəzliyi hadisə ismini izah etdiyinə görə həmin işarə əvəzliyi sifəti əvəz eləyəcək. Yəni necə nəcran sualına cavab verən işarə əvəzliləri ismi izah etdikdə sifəti əvəz eləyir. O əvəzliyi həm işarə əvəzliyidir, həm də şəxs əvəzliyi kimi çıxış edir. Yəni bunlar həm işarə, həm şəxs əvəzliyi kimi çıxış eləyəndə o əvəzliyi təbii ki, amonim əvəzlik olacaq. Bəs hardan biləcəm o əvəzliyi işarə əvəzliyidir? Hardan biləcəm o əvəzliyi? O əvəzliyi şəxs əvəzliyidir. Əgər o əvəzliyi hansı sualına cavab versə, ona hər yerdə işarə əvəzliyi götürür. Amma o əvəzliyi kim və nə sualına cavab versə, o artıq orada şəxs əvəzliyi olacaq. Məsələn, burada deyir elə, əgər o əvəzliyi kim nə sualına cavab versə, şəxs əvəzliyidir. Məsələn, o gəldi, kim o? O artıq kim sualına cavab verdi, demək şəxs əvəzliyidir. O əvəzliyi hal xəbərli şəkildə qəbul edərsə, şəxs əvəzliyidir. Məsələn, onu, kimi, ona, kimə, odur, kimdir. Deməli, hal xəbərli şəkildə qəbul edirsə, şəxs əvəzliyidir. Amma o əvəzliyi hansı sualına cavab versə, işarə əvəzliyidir. O kitab hansı kitab, o adam hansı adam. Deməli, bir dənə bir şey yadda saxlayın ki, o şəxs əvəzliyi var, o şəxs əvəzliyi. O şəxs əvəzliyi. Hallana bilir. Təbii ki. Hallana bilir. Məsələn, onu, ona, onda, onda. Eyni zamanda xəbərli şəkildə qəbul edib xəbər ola bilir. Deməli, o şəxs əvəzliyi xəbərli şəkildə qəbul edib xəbər olur. Amma o işarə əvəzliyi heç vaxt xəbər ola bilmir. Və yadda saxlayın. Sonra bu əvəzliyi isə istənilən məqamda işarə əvəzliyidir. Bu əvəzliyi istənilən məqamda işarə əvəzliyidir. O bu əvəzliyindən sonra vergülün işlənməsi. O bu əvəzliyi ismin yerində işlənib kim nə sualına cavab verdikdə ondan sonra əgər həmin o kim nə sualına cavab verən o bu əvəzliyindən sonra əgər isim gəlsə, sifət gəlsə, say gəlsə, feili sifət gəlsə, zərf gəlsə, modal söz, nida, xitab gəlsə, onda kim nə sualına cavab verən o bundan sonra vergül qoyulacaq. Məsələn, bu qardaşımın maşınıdır. Nə bu? Nə sualına cavab verən budan sonra qardaş ismi gəlib. Ona görə nə sualına cavab verən budan sonra vergül qoyulub. Yaxud da o əlbəttə gələcək. Kim o? Kim sualına cavab verən odan sonra əlbəttə modal sözü gəlib. Ona görə kim sualına cavab verən odan sonra vergül qoyulacaq və qoyulub da. O oxuyanlara kömək edir. Kim o? Kim sualına cavab verən odan sonra oxuyan feili sifəti gəldiyinə görə kim sualına cavab verən odan sonra vergül qoyulacaq. Bəs o bu ismi yerində işlənib kim nə sualına cavab versə, kim nə sualına cavab verən o budan sonra qısa konkret. Əvəzlik gəlsə, feil gəlsə, feil sifət istisnadır da burada. Köməkçi nitq hissəsi gəlsə, köməkçi hissələrindən də modal söz və nidalar istisnadır. Deməli, kim nə sualına cavab verən o budan sonra əvəzlik gəlsə, feil gəlsə, köməkçi nitq hissələri gəlsə, artıq kim nə sualına cavab verən o budan sonra vergül qoyulmaz. Məsələn, o da səni gözlər. Kim o? Kim sualına cavab verən odan sonra köməkçi hissəsi olan da gəlib. Ona görə odan sonra vergül olmaz. Bu danışır. Kim bu? Kim sualına cavab verən budan sonra danışır feili gəldiyinə görə budan sonra vergül olmaz. O səninlə görüşmək istər. Kim o? Kim sualına cavab verən odan sonra sən əvəzlik gəldiyinə görə vergül olmaz. Bu kömək etdi. Kim bu? Kim sualına cavab verən budan sonra kömək etdi. Feil gəldiyinə görə vergül olmaz. Bir də o-bu əvəzliyi cümlədə təyin rolunda çıxış edərsə, ondan sonra vergül qoyulmur. Məsələn, o kitab mənim xoşuma gəldi. Hansı kitab o? Qısa konkretdə o-bu hansı sualına cavab versə, o-budan sonra heç vaxt vergül qoyulmaz. O kitab mənim xoşuma gəldi, hansı kitab o?
O hansı sualına cavab verdi, deməli ondan sonra vergül qoyulmayacaq. Bu ilin sonunu səbirsizliklə gözləyirəm, hansı ilin? Bu hansı sualına cavab verdi, deməli ondan sonra vergül qoyulmayacaq. Bu formada. Aha. İndi bu əvəzliyin bundan sonra vergül qoyulmağına bağlı bəzi məqamları test prosesində izah edəcəm, müəllimlər. Qeyri-müəyyən əvəzliklər isim yerində işlənən qeyri-müəyyən şəxsi əşyanı bilən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Deməli, əgər bu qeyri-müəyyən əvəzliklərimiz ismin yerində işlənirsə, onda ismin sualına cavab verəcək də, yəni kim və nə sualına cavab verəcək. Qeyri-müəyyən əvəzliklərimiz hansılardır? Kimsə, hərə, biri, hər kəs, hər nə, hamı, heç nə, hər şey, nəsə, filan kəs. Bunlar bizim qeyri-müəyyən əvəzliklərimizdir. Və bu qeyri-müəyyən əvəzliklərimiz kim, nə sualına cavab verir. Kim nə sualına cavab verdiyinə görə də ən çox ismin yerində işlənir. Yəni, kim nə sualına cavab verdiyi müddətdə ismin yerində işlənəcək. Qurluqcada sadə, düzəltmə mürəkkəb olur. Məsələn, burada hamı qurluqca sadədir. Düzdür? Eyni zamanda düzəltməyə deyirik. Məsələn, biri düzəltmədir qurluqca. Sonra hərə qurluqca düzəltmədir. Kimsə qurluqca düzəltmədir. Nəsə qurluqca düzəltmədir. Filan kəs mürəkkəbdir. Hər şey mürəkkəbdir. Heç nə, hər nə, hər kəs. Burada mürəkkəbdir. Bu formada. İsim kimi hallana bilir qeyri-müəyyən şəxs əvəzləri. Filan kəs məsələn adlı qal. Filan kəsin yəli qal. Filan kəsə yönlü qal. Filan kəsi təsirli qal. Filan kəsdə yerli qal. Filan kəsdən çıxışlı qal. İsim kimi hallana bilir. Və eyni zamanda, məsələn, bəzi əvəzliyi, qeyri-müəyyən əvəzliklərin içərisində bəzi əvəzliyi bir dənə sifətin hansı sualına cavab verir və sifətin hansı sualına cavab verib, sifətin hansı sualına cavab verən bəzi əvəzliyi ismi izah etdikdə sifətin hansı sualına cavab verən bəzi əvəzliyi sifəti əvəz eləyəcək. Məsələn, deyirəm ki, bəzi insanlar, hansı insanlar, bəzi, hansı sualına cavab verən bəzi sözü insanlar ismini izah edib, hansı sualına cavab verən bəzi sözü insanlar ismini izah edib, ona görə hansı sualına cavab verən bəzi qeyri-müəyyən əvəzliyi sifəti əvəz edib. Bəzi qeyri-müəyyən əvəzliyi mənsubə şəkilçi qəbul edib, hallanır və bu zaman artıq o mənsubə şəkilçi qəbul eləyəndə, hallananda artıq ismin yerində işlənir. Yəni, ismi əvəz edir. Çünki ismin sualına cavab verir onda, ona görə. Məsələn, bəzilərini tanıyıram. Kimi? Baxın, burada bəzi qeyri-müəyyən əvəzliyi ismə məxsus olan cəm şəkilçisi, hal və mənsubə şəkilçisi qəbul edib. Ona görə ismin, yəni xüsusiyyətlərini qəbul edib. Ona görə ismin sualına cavab verib. Bəzilərini tanıyıram. Kimi? Yəni, burada bəzi qeyri-müəyyən əvəzliyi artıq ismin sualına cavab verdiyinə görə təbii ki, ismi əvəz edir. Sonra, əsasən mənsubiyyətə görə dəyişir. Məsələn, hər şey, getirək, hər şey, mənim hər şeyim, sənin hər şeyin, onun hər şeyi, bizim hər şeyimiz, sizin hər şeyiniz, onların hər şeyləri. Yəni, mənsubiyyətə görə də dəyişə bilir qeyri-müəyyən şəxs əvəzlikləri. Hamı, hərə, biri kimi qeyri-müəyyən əvəzliklər birinci, ikinci, üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyət şəkilçisini qəbul edir. Məsələn, birinci şəxsin təkinin mənsubiyyəti hansıdır? İm, um. Hamım deyə bilərəm, deyə bilmərəm. Birinci, ikinci, üçüncü şəxsin təki var. Yaxud da hamın, ikinci şəxsin təki də budur da. Hamın deyə bilərəm, deyə bilmərəm. Üçüncü şəxsin təki də budur. Hamısı. Üçüncü şəxsi bəzən qəbul edir. Məsələn, onların hamısı. Üçüncü şəxsin cəmin qəbul edir. Təkin qəbul edir. Onların hərəsi, onların bəzisi. Burada üçüncü şəxs yazıblar. Üçüncü şəxsin təkin qəbul eləyə bilir. Amma birinci və ikinci şəxsin təkin qəbul eləyə bilmir. Hamı, hərə, biri kimi qeyri-müəyyən şəxs əvəzlikləri. Birinci, ikinci şəxsin təkinin mənsubiyyətini qəbul eləyə bilmir. Amma cəmin üçüncü şəxsin təkinin və
eyni zamanda birinci, ikinci, üçüncü şəxsin cəminin mənsubiyyətini qəbul edir. Məsələn, hərəmiz, hərəniz, hamımız, hamınız, hamısı, bəzimiz, bəziniz, bəzisi qəbul edir. Qeyri-müəyyən əvəzliklərin bəziləri cəmlənə bilir. Qeyri-müəyyən əvəzliklərin bəziləri cəmlənə bilir. Məsələn, bəzi qeyri-müəyyən əvəzlik larlar cəm şəkilçisi qəbul edib. Kimsə qeyri-müəyyən əvəzliyi larlar şəkilçisi qəbul edib. Filankəs qeyri-müəyyən şəxs əvəzliyi larlar qəbul edib. Amma hamı, hərə, biri və eyni zamanda kimi qeyri-müəyyən şəxs əvəzlikləri larlar cəm şəkilçisi qəbul edə bilmir. Bu formada. Cümlədə nə olur? Təbii ki, kim nə sualına cavab versə, cümlədə mübtəda olacaq. Mən hər kəsi dəvət edirəm. Baxın, kimsə yerdən dinləndi. Kimsə. Burada qeyri-müəyyən əvəzliyi olan kimsə qeyri-müəyyən əvəzliyi kim sualına cavab verir? Demək, cümlədə mübtəda olur. Eyni zamanda tamamlıqda olur. Nə zaman? Kimə, nəyə, kimi, nəyə, kimdən, nədə, kimdən, nədən sualına cavab verəndə. Mən hər kəsi dəvət edirəm. Kimi, hər kəsi. Eyni zamanda xəbər də olur, dırdır şəkilçi qəbul edəndə. Bu işin səbəbkarı filan kəsdir. Qeyri-müəyyən şəxs əvəzliyi olan filan kəs dırdır qəbul edib və xəbər oldu. Bəzi qeyri-müəyyən əvəzliyi hansı sualına cavab verib, isim izah etdikdə təyin olur. Bəzi tapşırıqları yazmışdır. Hansı bəzi? Bu formada kimsə əvəzliyi iki mənada işlədilir. Biri qeyri-müəyyən şəxs mənasında nə zaman olur? Bir də inkar mənasında. Kimsə məni səsləyir. Əgər, bax, kimsə əvəzliyinin işləndiyi cümlədə xəbər təsdiqdə olsa, onda qeyri-müəyyən şəxs mənasında işlənəcək kimsə əvəzliyi. Kimsə məni səsləyir. Xəbər təsdiqdədir, düzdür. Deməli, onda kimsə qeyri-müəyyən şəxs mənasında işləndi. Amma kimsə əvəzliyinin işləndiyi cümlələrdə xəbər inkarda olsa, artıq kimsə əvəzliyi inkar mənasında, yəni heç kim mənasında işlənəcək. Kimsə sənə söz deyə bilməz, yəni heç kim sənə söz deyə bilməz. Bax, fikir verin, xəbər burada söz deyə bilməz. İnkardadır bu formada. Bəs təyin əvəzlərimiz necə? Təyin əvəzlərimiz əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzlərə təyin əvəzlər deyilir. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzlərə nə deyirlər? Təyin əvəzlər. Hansılardır təyin əvəzlər? Hər, bütün, filan, öz, eyni. Bunlardır. Və göründüyü kimi hamısı qurulursa yalnız sadədir. Cümlədə isimdən əvvəl gələrək, bax, hər, bütün, filan, öz, eyni sözləri. Cümlədə isimdən əvvəl gələrək onları təyin edir. Məsələn, belə deyim də, təyin əvəzliyi necə, nə cür, hansı sualına cavab verir? Necə, nə cür, hansı sualına cavab verən bu təyin əvəzliyi əgər isimdən əvvəl gəlsə, onda necə, hansı sualına cavab verən təyin əvəzlikləri sifəti əvəz etmiş olacaq. Sifəti, yəni necə, hansı sualına cavab verən təyin əvəzliyi ismi izah etsə, necə, hansı sualına cavab verən təyin əvəzliyi sifəti əvəz edəcək. Məsələn, deyirəm, filan mövzunu oxuyun. Hansı, filan. Hansı sualına cavab verən filan təyin əvəzliyi mövzu ismini izah etdiyinə görə hansı sualına cavab verən filan təyin əvəzliyi sifəti əvəz etmiş olacaq. Sifət kimi hansı sualına cavab verir və bu zamanda sifəti əvəz eləyəndə təyin əvəzliyi avtomatik cümlədə təyin olacaq. Deməli, necə, necə, hansı sualına cavab verən təyin əvəzliyi ismi izah eləyəndə nitq hissəsi kimi sifəti əvəz eləyir. Cümlədə isə avtomatik təyin olur. Məsələn, bütün dünya ayağa qalxdı. Hansı dünya? Bütün dünya. Hansı sualına cavab verən bütün təyin əvəzliyi dünya ismini izah etdiyinə görə hansı sualına cavab verən bütün təyin əvəzliyi sifəti əvəz etdi, cümlədə də təyin oldu. Bu formada hər bütün təyin əvəzlikləri qrammatik şəkildə qəbul edə bilmir və morfoloji dəyişikliyə məruz qalmır. Ona görə də heç vaxt isimləşmirlər. Eyni əvəzlik isə morfoloji dəyişikliyə məruz qalır. Məsələn, morfoloji dəyişikliyə məruz qalmaq bilirsiniz nə deməkdir? Morfoloji dəyişikliyə məruz qalmaq o deməkdir ki, şəkilçi qəbul edir. Şəkilçi.
Morfoloji dəyişikliyə məruz qalmamaq isə şəkilçi qəbul etmir. Baxın, eyni təyin əvəzliyi C mənsubə şəkilçi qəbul etdi, deməli morfoloji dəyişikliyə məruz qaldı. Amma hər bütün mənsubə şəkilçiyə cəm, hal, mənsubə şəkilçi qəbul etmədiyinə görə morfoloji dəyişikliyə məruz qalmır. Öz əvəzliyi mənsubə şəkilçi qəbul edib substantivləşir. Yəni ismi xüsusiyyətini daşıyır. Məsələn, bax, özüm, özümün, özümə, özümü öz əvəzliyi mənsubə şəkilçi qəbul eləyəndən sonra həm də hallanır. Amma mənsubiyyəti qəbul eləyəndən sonra ya, öz əvəzliyi mənsubiyyəti qəbul etməsə hallana bilməz. Gərək mənsubiyyət qəbul eləməlidir mənsubə şəkilçi, ondan sonra hallanmalıdır. Eyni zamanda mənsubiyyət qəbul eləyəndən sonra cəmlənir, özləri. Öz əvəzliyi isimləşərkən cümlədə artıq mübtada olacaq. Mübtada. Əgər öz əvəzliyi isimləşib kim, nə sualına cavab versə mübtada olacaq. Kimə, nəyə, kimi, nəyi, kimdə, nədə, kimdə, nədən sualına cavab versə xəbərlik olacaq, tamamlıq olacaq. Dördüncü şəkilçisi qəbul etsə xəbər olacaq. Məsələn, özüm gələcəm. Kim, özüm. Burada öz əvəzliyi isimləşib, mənsubə şəkilçi qəbul edib, isimləşib, kim sualına cavab verib, cümlədə mübtada olub. Təbii ki, nitq hissəsi kimi də kim sualı ismi sualı olduğuna görə ismi əvəz eləyib. Özünü qoru, kimi, burada isə öz təyin əvəzliyi kimi sualına cavab verib, nitq hissəsi kimi ismi əvəz eləyib, mənsubə şəkilçi qəbul edib, hallanıb və cümlədə də tamamlıq olub, çünki kimi sualına cavab verib. Bu işlər görən özünsən kimdir? Burada da öz əvəzliyi kimdir sualına cavab verib, cümlədə nə olub? Xəbər olub. Bu formada. Öz əvəzliyi şəxs əvəzliyini də əvəz eləyə bilər. Mən danışıram. Kim? Mən. Özüm danışıram. Yəni özüm kimdir? Mənəm də, düzdür? Deməli, öz əvəzliyi şəxs əvəzliyini də əvəz eləyə bilir. Öz əvəzliyi özündən sonraki sözün mənsubə şəkilçisi ilə işlənməsini tələb edir. Yalnız öz əvəzliyidir ki, özündən sonraki sözün mütləq mənsubə şəkilçisi olmağını tələb edir. Öz kitabında qeyd etmişdir. Bax, öz əvəzliyindən sonra gələn kitabın sözü mənsubə şəkilçilidir. Ümumiyyətlə, öz əvəzliyi isimləşməsə, özündən sonra hər zaman mənsubə şəkilçili söz tələb edir. Və bu zaman öz əvəzliyi cümlədə sifəti əvəz edir. Məsələn, öz əvəzliyi yadda saxlayın, öz əvəzliyi isimləşməyəndə hər zaman sifəti əvəz eləyəcək. Nə deməkdir bu? Yəni, öz əvəzliyi mənsubə şəkilçisi, cəm şəkilçisi, hal şəkilçisi qəbul etməyəndə sifəti əvəz eləyəcək. Məsələn, öz əvəzliyi burada heç bir şəkilçi qəbul etməyib. Deməli, burada öz əvəzliyi sifəti əvəz etdi. Sonra gəldik sonuncusu sual əvəzliklərinə. Sual əvəzlikləri isə bütün əsas nitq hissələrinin sualları sual əvəzliyidir. Yəni, isimin kimdən sualı, hara sualı, sifəti necə nəcür hansı sualı, sonra sayın neçə nə qədər neçənin sualı, feilin neç sualı, zərfin nə qədər, nə zaman, nə dərəcədə, sonra nə vaxt, nə zaman, haçan bu suallar hamısı sual əvəzliyidir nitq hissəsi kimi. Qulluqca 3 cür olur. Sadə olur, məsələn, necə, sadədir. Düzəltmə olur, neçənci, haralı. Mürəkkəb olur, nə cür. Bütün cümlə üzvləri vəzifəsində olur. Əgər cümlə üzvlərindən mübtadanın sualı işlənsə, bilin ki, orada sual əvəzliyi mübtada vəzifəsindədir cümlədə. Nitq hissəsi kimi də ismi əvəz edir. Məsələn, deyirəm ki, kim gəldi? Baxın, burada nitq hissəsi kimi desələr kim nədir? Dedim, bütün əsas nitq hissələrinin sualları hamısı nitq hissəsi kimi sual əvəzliyidir. Deməli, burada da kim nitq hissəsi kimi sual əvəzliyidir. Bəs yaxşı, kim sual əvəzliyi hansı nitq hissəsini əvəzliyib? Kim hansı nitq hissəsinin sualıdır? İsmin sualıdır. Deməli, onda ismi əvəz eləyib. Bəs cümlədə nə olub? Kim sualı cümlədə nəyin sualıdır? Mübtadan. Deməli, cümlədə də mübtadadır. Bu formada. Deməli, bütün cümlə üzvləri əvəz vəzinə çıxış edir. Suala cavab vermədən təbii ki, cümlə üzvü olur. Yəni, kim gəldi? Da kim sualın özüdür də. Özü necə suala cavab versin? Daha sualın özü deyil. Təşkillənən feillərin sualları cümlədə ismi xəbər yox, feili xəbər olur. Məsələn, desəm ki, o kimdir? Bir də deyirəm, o burada nədir? Düzdür? Kimdir? İsmi xəbərin sualı olduğuna görə sual əvəzimiz burada cümlədə ismi xəbər olur.
O burada nedir? Deməli, feili xəbərin sual olduğuna görə burada da sual əvəzimiz feili xəbər olur cümlədə. Bu formada. Sonra bəzi əvəzliklərin işlənmə məqamları. Bunları dedim, bizi dedim. Hə. Biz məsələn çəkməniçi ayaqqabını tikmək üçün bizdən istifadə edir. Burada biz ayaqqabı tikən bizdən söhbət gedir. Yəni homonim sözdür də. Şəxs əvəzliyi biz qalib gələcəyik. Burada isə bizdən söhbət gedir. Sonra kimi qeyri-müəyyən şəxs əvəzlik kimi oxuyur. Bunun başlanğıc olması qeyri-müəyyən şəxs əvəzlik kimi. Baxın, yadda saxlayın ki, kimi qeyri-müəyyən şəxs əvəzliyi və kimi deməli qeyri-müəyyən şəxs əvəzliyi və kimi qoşması bunlar bir-biri ilə homonimdir. Homonimdir. Amma kimi sual əvəzliyi bu yuxarıdakılardan homonim sayılmır. Çünki kimi sual əvəzliyinin başlanğıc olması kimdir? Amma bunların başlanğıc olması kimidir. Ona görə. Sonra necə sözü sual versə sual əvəzli olacaq. Necə gedirsən? Bax, sual verir. Demək, sual əvəzliyidir. Amma sual verməsə artıq ədət olacaq. Ax, necə kefcək mələyəm idi? Burada sual vermədi. Deməli, burada artıq ədət olacaq. Nə sözü də sual versə sual əvəzliyidir. Nə oxuyursan? Sual verməsə ədətdir. Nə yaxşı əsərdir. Burada kiməsə sual vermirəm. Yəni, olmasa da yaxşı əsərdir. Nə yaxşı əsər? Bax, burada yadda saxlayın. Sual vermirəmsə ədətdir. Sual verirəmsə sual əvəzliyidir. Yaxud da nə sözü, nə göz görsün, nə ürək bulandırsın. Bu da inkarlı bağlayıcılardır. Sual əvəzliyi deyil.